Salam, hörmətli Neftçi TV izləyiciləri. Prime Sports futbol mərkəzindən canlı reportajımıza başlayırıq. Bugün komandalar Peşikar Futbol Liqasının himni ilə meydana daxil oldular və beləliklə komandaların heyətləri ilə tanış ola bilərik. Əvvəlcə başlayaq meydan sahiblərindən. Neftçi 2-nin heyəti, start heyəti bu cürdür. Qapını 96 nömrəli Nicat Qaragözlü qoruyacaq. 67 komandanın kapitanı Fariz Xeyrullayev, 68 Nurlan Musayev, 80 Aslan Şirinov, 39 Fərhad Fərhadlı, 54 Nihad Əliyev, 82 Məhəmməd Məmmədli, 42 İsmail Qurbanlı. İndi isə qonaq komandanın heyəti. Araz Naxçıvanın qapıçısı, kapitanı 99 nömrəli Raul Əhmədzadə, 74 Vladimir Bervaşvili, 53 Fərid Tağıyev, 80 İftixar İbrahimov, 86 İbrahim Piriyev fitini səsləndirir və maç başladı. Uğurlar Neftçi. İlk 5 turda Neftçinin mərkəz hücumçusu Aslan Həttəmov idi. Nuran Muradlı, Nuran ötürməsini edir. İbrahim burada cərmə meydançasında zərbə indirilir və top qapıdan keçir. Araz Naxçıvan futbolçuları oyunda hesab açır. Daha doğrusu İftixar İbrahimov idi. Baxır irəli ötürməsi. İsmail Qurbanlı istiqamətində ələ alındı. İsmail Qurbanlı topu yerə indirir. İsmail ötürməsi. Ömər alınmadı. Ancaq təəssüf ki, hələ ki hesaba yansıda bilməmişik bunu. İndi ötürmə İsmail Qurbanlı istiqamətində. Qurbanlı rəqiblə mübarizədən qalib ayrıldı. İsmail ötürməsi qapı qarşısına. Mir Şahbaz. Şahbazov cərmə meydançasında zərbə indirir və top meydandan çıxır. Bəli, ikincidən zərbə olacaq. İndi Araz Naxçıvan əks hücuma çıxır İftixar İbrahimov. İftixar Məhəmməd onun qarşısını kəsməyə çalışdı. İbrahimov ötürməsini etdi. İbrahim Piriyev zərbə indirir. Nicat Qaragözlü və ilk hissənin final fiti səslənir. Maraqlı bir hissə izlədik. Fit səslənir və ikinci hissə başladı. Bir daha uğurlar Neftçi. İkinciden zərbə yerinə yetirilir. Ötürmə qapı qarşısına. Aslan Şirinov növbəti ötürməsini edir. Məhəmməd Məmmədli Real alınmır və oyundan kənar vəziyyət də var idi. Fit səslənir. Nurlan Musayev. Fit səslənir. Nurlan Musayev ötürmə qapı qarşısına. Real uzaqlaşdırdılar topu. Həmdullah daha bir ötürmə qapı qarşısına. İndi Nicat Qaragözlü başlı ötürməsini edir. Məhəmməd Məmmədli zərbə alınmadı və topu uzaqlaşdırırlar. Bu sondur. Final fiti səslənir. Çox təəssüf.